Profilaktik mastektomiya. Bizim mövzumuz bundan ibarət olacaq. Kimlər seçim olmalıdır? Bunlara fikir verdikdə əsas ailəsiz, yəni hereditar, yəni süd vəzi birinci dərəcəli, ikinci dərəcəli yaxınlarında süd vəzi ailə öyküsü olanlarda, BRCA genetiklərində pozitiv olanlar, süd vəzi bir xərçəngi, bir tərəfində süd vəzi xərçəngi var və digər süd məməzi bunu risk daşıyırsa, süd vəzi xərçənginin xəstəlikləri, bura ola bilər atipiyalar, displaziyalar və ən əsası təkrarlanan filloid tümörlər də bəzən bu kateqoriyanın içərisində gedə bilər və 30 yaşına qədər hər hansı bir şüa terapiyasına məruz qalmış xəstələr. Burada əsas önəm verəcəyimiz faktor BRCA genlərinin pozitiv olmasıdır. Bəli, bir çox genlər səbəb ola bilər. Burada TPR3-ün olması və yaxud da ki, gen genlərinin, lakin daha çox faiz nisbəti göstəricisi BRCA genləridir. Burada BRCA1 geni və BRCA2 geni. Və burada diaqonalda gördüyümüz kimi xəstənin yaşı artdıqca bu riskimiz artır. Müəyyən müddətdən sonra, müəyyən yaşa çatdıqdan sonra artıq bu riskin daha da yüksəklərə qalxması stabilləşir. Və bu cür xəstələrə sağlıqlı olaraq aparılması bizim belə deyək, süd vəzi xərçəngi yaranma riskimizi daha da 50% üzərinə qat qoyaraq azaltmış olur. Burada da diaqonallarda göstərmək istəyirəm ki, məsələn, bir süd vəzində xərçəngi olan xəstədə digər süd vəzində xərçəng riskinin yaranması 20 il ərzində xəstələr üzərində aparılmış və 47% riskin olmasını göstərilmişdir. Və bu cür xəstələrin seçimi daha çox nə istiqamətdə olmuş? Unilateral mastektomi, süd vəzi qoruyucu mastektomi deyil də daha çox kontralateral, yəni iki tərəfli profilaktik mastektominin aparılması istiqamətində olmuşdur ki, bu diaqonallarda da görüldüyü kimi illər ərzində dəyişilmişdir. Profilaktik mastektomini bildik kimlər edəcək. Lakin etdiyimiz xəstələr qrupunu seçmək lazımdır. Kimlərə edilir? 18 yaşında, 20 yaşında BRCA geni pozitiv olan xəstədə, ailəsə genetik pozitiv olan xəstəyə gəl sənin 15 yaxud da ki 20 yaşında süd vəzini təmizləyək mi deyirik? Xeyr. Bunun üçün mütləq şəkildə xəstə taranmalıdır. Yəni, süd vəzi toxunması dens olan məmələrdə də çox diqqətli olmaq lazımdır. Çünki dens məmələrdə süd vəzi xərçənginin inkar olunması bir qədər çətin olur. Bunun üçün bir çox müayinələr aparılır ki, hansı ki aşağıda göstərmiş ki, hər yaşa uyğun olaraq müayinələr aparılır. Burada 25 yaşdan etibarən MRT müayinəsinin aparılması mütləqdir. Və nəzərə alsaq ki, kalsinat ocaqlarının görünməsi MRT və ya da ultrases eşliyində görünmür. Ona görə 30 yaşından yuxarı xəstələri də mütləq şəkildə mammografiya, tomosintez müayinəsi həyata keçirilir. Bəs yaxşı, əməliyyatdan sonra nəyə fikir verməliyik? Əməliyyatdan sonra xəstələr süd vəzinin içərisi tam təmizləndikdən sonra məndə artıq bu takibə ehtiyac yoxdur deyirlər, takibə ehtiyac yoxdur deyirlər, amma bu doğru yanlış fikirdir. Niyə? İstənilən süd vəzi xərçəngi olmayan belə xəstəyə biz implantı qoyuruqsa, implantın özünün riskini dəyərləndirib 2 il ərzində və yaxud da bəzi ədəbiyyatlarda 5 il deyirlər, implantın özünün təqibini aparır. Yəni, biz bu xəstəyə başa salmağa çalışırıq ki, bu sizin təqibinizdirsə, süd vəziniz tam götürüldü deyə artıq təqib olmayacaqsınız deyil. Bunun ikinci bir təqibi nəyə görədir? Süd vəzinin giləsinin arxasındakı toxuma və eləcə də aksillaya doğru bəzən süd vəzi toxuması uzanır. Orada olan toxumanın varlığını, qalıb-qalmadığını təyin etmək üçün də aparılır və eləcə də əgər implantlarla deyil, otolog toxuma vasitəsilə aparılırsa rekonstruksiya, orada olan yağ dokusunu da təyin etmək üçün də müayinələr təqib olunmalıdır. Məsələn, bu xəstədə nəyə göstərmək istəyirəm? Normal xəstə sağ tərəfdədir. Burada süd vəzi toxuması tamamilə təmizlənibdir və gilə arxasında hər hansı bir toxumanı biz görmürük. Lakin digər şəkildə gilə arxasında toxumanın nə qədər qaldığını bir daha görmüş oluruq və bu da bizim mütləq təqib olunacaq durumlardandır. Eləcə də burada MRT görüntüsünə də baxdıqda aşağıdakı şəkildə süd vəzinin giləsinin arxasında toxuma qalmayıb. Yəni bu profilaktik mastektomiya tam gözəl aparılır. Ancaq yuxarıdakı şəkildə gilə arxasında toxumanın qalması bizim bu təqibimizi və riskimizi artırır. Profilaktik cərrahiyyə növləri dəri qoruyucu, süd vəzi gilə qoruyucu mastektomilərdir. Lakin burada əsas bizim məqsədimiz önəmlidir ki, biz bu xəstələrə əgər əməliyyat ediriksə, hər zaman unutmamalıyıq. Birinci sağlamlıq, ikincisi estetika. Və süd vəzinin toxumasının içərisini tam təmizlədikdə bu adi aparılan subkutan mastektomi qədər təhlükəsiz hesab olunur.
Rekonstruksiyaya gəldikdə isə implantlar vasitəsilə, otolog toxuma vasitəsilə rekonstruksiyalar aparıla bilər və daha çox korreksiyalar, ağlaşmalara demək, patologiyaların korreksiyasında lipofiliklərdən çox istifadə edildiyimiz metodlardır. Və burada nəyi göstərmək istəyirəm? Hal-hazırda artıq dünyada otolog toxuma və ya da flerlər vasitəsilə süd vəzini rekonstruksiyasında azalma biz görürük. Daha çox xəstələr implantlarla rekonstruksiyaya üstünlük verirlər. Niyə ilkin etapda xəstə implantlara üstünlük verir? Çünki birincisi, bu xəstələrdə tez bir zamanda işə qayıtmaq istəyirlər, tez bir zamanda əmək fəaliyyətini bərpa etmək istəyirlər və ən əsas həm həkimlər üçün, həm də xəstə üçün biz implantlarla rekonstruksiya etdikdə hər zaman əlimizdə otolog toxumasına rekonstruksiya üçün yedek bir belə deyək, variantımız olur. Lakin direkt otolog toxuması ilə biz rekonstruksiya etdikdə bu belə deyək, variantımız əldən çıxmış olur. Və kontralateral mastektomi. Kontralateral mastektomi də daha çox üstünlük verilir. Əvvəlcələr, məsələn, müqayisədə götürüldükdə bilateral, unilateral eyni göstəricidə gedirsə, 6 aydan sonra bu göstəricilərdə unilateralın miqdarı azalır. Çünki simmetriya baxımından götürüldükdə, məsələn, flerlərdə elə çox bizim asimetriyamız olmur. Lakin unilaterallarda aparıldıqda asimetriya olduğuna görə bu etaplarda daha çox xəstələr kontralaterallara üstünlük verilir. Kontralateral mastektomiya nəyə görə aparılması? İlk növbədə biz Noverse Time-da deyirik, həkimlər tərəfindən, cərrahlar tərəfindən olayın şişirdilməsi, yəni səndə qəlb deyərsə, genetik pozitiv var, qəlb digər tərəfi də təmizləyək, gələcəkdə bir şey olmasın və yaxud da ki, estetik cəhətdən daha gözəl simmetriyanın olması və ya bir süd vəzində xərçək varsa, digər süd vəzində bir lezyondan şübhələnirik və həmin MRT-də şübhəli sahə olaraq gəlirsə, gəl bunu da elə bəri başdan çıxardaq, sonradan başını ağrıtmasın deyib, kontralateral mastektomiya girdiyimiz hallarda olur. Və burada bir çoxlu sayda məqalələr var ki, bu məqalələrdə kontralateral mastektomi ölüm faizini azaldır deyə qeyd olunur. Lakin bu da biraz tartışılmalıdır. Nə üçün? Çünki bu məqalələrin hamısında xəstə kontralateral mastektomi olduğu üçün xəstənin ömrü uzandığı qeyd olunur. Lakin bunu bir qədər düşünülməsi bir mövzudur. Və implant, bizim daha çox günümüzdə üstünlük verdiyimiz implantlar. İmplantların üstünlükləri çoxdur. Burada deformasiyalarımız çox deyil, tez bir zamanda xəstə həyata qayıtmış olur. Qısa təcrübə müddəti, yəni istənilən bir yerdə onu aparmaq mümkündür. Bunun üçün bizə mikrocərrahiyyə və yaxud da ki, güclü bir ekibə ehtiyac yoxdur. Və belə deyək, qarından aldığımız digər nahiyələrdən aldığımız lipofiliklər vasitəsilə kələ kötürülür nahiyəsi varsa, hər hansı bir defekt alanımız varsa, onu çox asan şəkildə bərpa edə bilirik. Bəs nədir mənfisiyyətlərimiz? Mənfisiyyəti odur ki, tez bir zamanda kapsul fibrozlaşa bilir, yerini dəyişə bilir çox zaman, yerində yırtılma, protez ağırlaşmaları və ən əsası da rast gəlinən böyük hüceyrəli anaplastik limfomanın yaranmasıdır. Azərbaycanda rast gəlinib, xeyr, Azərbaycanda rast gəlinməyibdir, amma xarici ədəbiyyatlarda, qadınlarda rast gəlindiyi aşkar olunur və bunun təyin olunması MRT vasitəsilədir. MRT vasitəsilə implantın ətrafındakı olan kapsulun qalınlaşmasına bağlı olaraq bu xəstələrdə belə deyək, təbii bizə vurulur ki, burada nəsə bir problem var ki, burada qalınlaşma get-gedə artır. Və burada implantların aparılması subpektoral, prepektoral olaraq aparılır. Burada ən çox üstünlük verdiyimiz prepektoraldır. Nəyə görə? Çünki əzələni maksimum dərəcədə bu prosesə cəlb eləməməyə çalışırıq. Çünki əzələ bu prosesə cəlb olduqda xəstə hərəkət etdikdə və yaxud da ki, gələcəkdə hər hansı bir belə deyək, dəri ödəmi şişkinliyi çəkildikdə gözəl görüntü vermir. Amma prepektorallarda daha gözəl nəticə əldə edirik və hər ikisində hər hansı bir dəri belə deyək, ödəmi şişinin çəkilməsi olduqda da eyni anda olduğuna görə elə çox da patologiyalarımız, asimetriyamız görülmür. Eləcə də məmə əməliyyatı burada əməliyyatdan dərhal sonra çəkildiyimiz videolarda həm gil ətrafından və yaxud da intramaryan forddan girilərək hər iki süd vəzinə bilateral aparılmış və bu xəstəni də əsas göstərmək istərdim ki, bu xəstəyə artıq implant aparılmış xəstə idi. Süd vəzinində şiş aşkarlanmışdı, içərisindəki törəməni çıxartdıq, implantını təzələdik. Daha sonra xəstə müalicəsini aldıqdan sonra radioson terapiya ehtiyac olmadı. Qiymət terapiyasını aldıqdan sonra xəstə yenidən yanımıza gəldi. Digər süd vəzinin içərisindəki olan implantı çıxardıq, mastektomiyamızı edib yeni bir implantla əvəzlədik və eləcə də digər tərəf üçün də lipofilik vasitəsilə həmin korreksiyaları önləmiş olduq və hər ikisi belə deyək də round mastektomiya ətrafında aparılmışdı, əlavə bir kəsimimiz olmamışdı. Burada da əsas burada inferior pedikül dediyimiz nahiyədən danışmaq istəyirəm ki, bunu daha çox istifadə etdiyimiz bir metodlardır ki, süd vəzi böyük olan məmələrdə həmin metodlardan istifadə edərək böyük implantlarda dəri üzərinə olan həssaslığı azaltmaq üçün dəri belə deyək, yaraların
açılmasının qarşısını almaq üçün, təzyiqi azaltmaq üçün bu fruklardan çox geniş istifadə edirik. Lakin bunu da istifadə edərkən çox diqqətli nəzərə etmək lazımdır ki, həmin belə deyək, törəmənin və yaxud da ki, şübhələndiyimiz nahiyələrin həmin hissədə lokalizasiya olunub-olunmadığına diqqət yetirmək lazımdır. Eləcə də implantın özündən də ağırlaşmalar ola bilər ki, burada kraniyalaşması, fibrozlaşması, bəzən dəraltı toxuması, orada pi toxuması çox qala bilir ki, bu da atmalar şəklində özünü göstərə bilir. Bəzən gilənin xaricə doğru lokalizasiyası baş verir. Yəni bu hallar da olur. Və son olaraq profilaktik mastektomiya riskləri nələrdən ibarətdir? Biz elə profilaktik mastektomiya dedik, bəli, 95%, 98% bizim risk yaranma qarşısını alır. Lakin hər zaman unutmamalıyıq ki, süd vəzi toxumasını biz içərisinə təmizləyirsə, cərrah gözü ilə təmizləyirik. Biz burada mikrocərrahiyyə gözü ilə təmizləmirik. Körpücüaltı nahiyələrdə və yaxud da aksilər qoltuqaltı nahiyələrdə süd vəzi toxuması qala bilər və o son bir hüceyrə dediyimizdən də gələcəkdə hər hansı bir süd vəzi, belə deyək, kanseri oluşa bilər. Ona görə də bu bizim gələcəkdə heç bir zaman süd vəzi xərçənginə yoluxmayacağımız anlamına gəlmir. Və burada ən əsas faktorlardan da biri fərqli xüsusiyyətlərdir. Xəstəyə mütləq şəkildə izah olunmalıdır, onamları alınmalıdır. Çünki bu xəstələr bir daha süd verməyəcəklər, süd vəzi toxuması içərisi təmizləndiyinə görə, cinsəllik, duyğusallıq azaldığına görə bu da həyat fəaliyyətinə təsir edə bilər və bəzi xəstələrdə biz depressiyanı görə bilirik. Diqqətinizə görə teşəkkür edirəm.